Yəni cızma qara eləmişəm. Sən gedəni mən qalmışam həsrətin içində. Sən gedəni mən qalmışam həsrətin içində. Sənsiz yanıb kül oldum bu atəşin, müsibətin içində. Hər gün doğulan günəşdən incidim. Batan aydan, açılan səhərlərdən incidim. Hər günü ah-zarla bitirdim. Səni ey yar, çox tez itirdim. Getdin, ömrüm keçdi zülmətin içində. Hara baxdımsa, kimi gördümsə gördüm şaddır. Təkcə mənim könlüm, dünya ki bərbaddır. Neçə vaxtı sevinib, deyib, gülmək mənə yaddır. Sənsiz qalanı mənə yer yoxdur saadətin içində. Məzarda yatsan da kimsəsiz deyilsən. Məzarda yatsan da kimsəsiz deyilsən. İndi tənha, köməksiz, kimsəsiz mənəm. Torpaqda yatsan da sevgici, ziyarətsiz deyilsən. Biz ayrılandan əlacsız, çarəsiz mənəm. Sənsiz yaşamaq çətin oldu düşdüyüm möhnətin içində. Getdin, arzular da səninlə getdi. Getdin, arzular da səninlə getdi. Xoş günlər çiçək kimi saraldı, soldu. Sənsiz ey can, həyat söndü, hər şey bitdi. Ayrılıq məni səndən çox uzaq saldı. Qəmlər məni əsir edib. Sənsiz qocaldım qürbətin içində. Vətənimiz var, Azərbaycandır, doğma elimizdir, yuvamızdır. Amma bəzən sönmüş ocaqlarda vətən olmur. O mənada deyirəm ki, orada qürbət olur, orada darıxmaq olur, orada ancaq və ancaq xatırlamaq olur, orada düşünmək olur, orada özünü qınamaq olur, orada başqasını ittiham edirsən, orada bax beləsinə yaşayırsan. Bizim şəhid ailələrimizin, yəni ki, bu cavan evlatlar, qəhrəmanlar itirmiş ailələrimizə fikir verirəm. Bizdə belədir də, evimizdən çöldəki həyat gedir. Bir də evimizin içindəki. Evimizin içindəki həyatda tavandır, elə bir ki, buluddandır, göz yaşındandır, gözdəndir belə, kövrəldin, başlayır damcı-damcı oradan yağış atmağa. Yəni o girdin qapıdan içəri, elə müsibətin başladı da. Bir də oradan çıxandan sonra bax bu həyat başlayır. Allah şəhidlərimizin məqamını uca eləsin. Allah nə qədər şəhid vermişik, hamısına Allah rəhmət eləsin. Azərbaycana üzü ağlıq gətirdilər, Azərbaycana qələbə gətirdilər. 30 il bilirsiniz də, 30 il otdan alovdan keçmişik. Hələ də çətinliklər var, hələ də ölən günümüzəcən bu davam edəcək, gedəcək. Amma biz onları unutmuruq da, haqqımız da yoxdur. Bir valideyn kimi yox, bir vətəndaş kimi də borcumuzdur ki, hər dəfə onların müəyyən günlərdə, istər anım günü olsun, istər məvlud günləri olsun, onları toplanıb, yad edib, qeyd eləməliyik. Çünki bizdən sonra o Əmər Xəyyamın bir sözü var, səndən sonra çox olacaq gecələr, gündüzlər. İndi o gecə və gündüzlərdə mən bilmirəm bizdən sonra kiminsə yadına düşəcək, kiminsə yadına düşməyəcək. Onu deyə bilmirəm, ancaq bilirəm ki, nə qədər həyatda varam elə qoy yaddaşlarımızda olsun, bir addım bunlardan kənarda qalmayaq. O ki, qaldı bəzi yerlərə, bəli, özümüzə məhdudiyyətlər qoymuşuq, çox yerlərə də getmirik, dostlar da, qohumlar da bizdən inciməsin. Getməmək bizi məhəbbət deyirik, getməmək elə bizi hörmət deyirik, getsəydik bəlkə də hörmətdən də düşərdik. Adi bir həyat sürmək istəmirik, niyə? Çünki bu cür oğullar itirmişik, biz fərqlənməliyik və buna da haqqımız çatır. Nə mənada deyirəm, mən onu demirəm ki, belə o toy bayram, büsat bayramı, yox, elə bir şey də demirəm. Qəmlə yaşamaqdan, müəyyən şeylərdə haqqımız var və onu bizim əlimizdən də heç kim ala bilməz. Yiğitlərimiz də, bu 30 ildə dedim, bax, insanlar vardı, dünən Sirazda qeyd eləmişəm. Onlar kənddən çıxanda yaşlılar çönüb kəndə baxmışdılar. Baxmışdılar, o eldən, obadan ki, ayrılırdılar. Baxdılar ki, bir də bura bilmirik, qaydacıyıq, qismət olacaq, olmayacaq. Onların Allah rəhmət eləsin, neçəsini biz burada axirət son mənzilə yola salmışıq. Elə o kəndin, obanın, vətənin həsrəti ilə gediblər. Allah rəhmət eləsin onlara. Bu yollarda, bu şeylərdə görürsünüz, bu dudimanlarda nə qədər oğullarımız itkin düşdü. İndi bir neçəsini gətiriblər, o birlərin də yolunu Allah açsın ki, üzə çıxsınlar. Gözü yolda qalmaq çox çətindir. Görürsən ki, heç olmasa gəlir bir işarə var, bir nişanə var.
İndi bax, məsələn, deyir, o şeir var, deyir, daşın da deyir, xoşbəxti var, daşın da bədbəxti var. Daş var, üzüyə qaçdı, daş var, məzara başdı. İndi bizim o üzüyümüzün qaşı da budur, daşı da budur, bəxtimizə yazılan da budur. Ondan sonra gördüyümüz gün də, düşdüyümüz durum da bax budur. Vallahi bu həsrət oldu hər şey. Vallahi çətin oldu, əziyyət oldu, zəhmət oldu. Amma nə etmək olar ki, vətən də var da. Quran-ı Kərimdə deyir ki, "Vəsbiru innallaha ma'as-sabirin." Əlbəttə ki, səbr etməlisiniz. Allah da səbr edənlərlədir. O qədər şeylər var ki, rəziyallahu anhum. Yəni orada xırdalayır, bax bunlara da gəlir, çatır, bunların sifətlərini aşkarlayır. Deyir ki, Allah bilin ki, onlardan çox razıdır. Ancaq biraz ki, görürsən ki, İslam'a meyillilik bizdə olduqca çox pasiv olduğu üçün, mən dünən də qeyd etdim ki, ona görə çətinlik çəkirik şəhidlərimizin haqqında danışmağa, təbliğata. Çünki şəhid çoxsuna dünyaya görə, dünyasına görə lazımdır. Onun vecinə deyil ahirətdə, o birisi də, bu birisi də. Ona burada nəsə lazımdır ki, ondan ötəri istifadə edib adını tutsun ki, şəhid. Şəhidin sözün mənasını bilməz ki, çoxlu nə deməkdir. Amma bunları biz dərk edəsək bir xalq olaraq, millət olaraq, Allahıma and olsun, bu başdaşı qara daşdan yox, qızıldan qoyular. Bax, bunu sizə deyim. Bunlar bu qədər önəmlidirlər, bu qədər seviləndilər Allah yanında, bu qədər əzizlər. O Allah yanında sevilən bir varlığı biz nə eləmişik? Bax, bu qara daşa gətirib çevirmişik. Niyə? Çünki ambisiyalarımız var, müəyyən iradlarımız var. Bəzən haqlı oluruq, bəzi adamlar var, onlara gerək belə başqa cür nə deyəsən desə, belə xoş deyəndə eşitmirlər, eşitmək istəmirlər, incidirlər, əziyyətə salırlar, zəhmətə çalırlar, qəlbin küstürürlər. Sonra küsmüş qəlbə də gəl izah edə. Deyinən, وَلَا تَحْسَبَنَّ الَّذِينَ قُتِلُوا فِي سَبِيلِ اللّٰهِ. O ona nə çatacaq ki ona? Yəni deyirsən belədir, demirsən belədir, indi zəhmət çəkib qulluq, sayğı, hörmət, izzət göstərsinlər. Şəhidlərimiz bütün nə qədər yaxşı, nə varsa hamısına layiq olan varlıqlardır. Əgər səndən bir söz düşsə, hər dəfə deyərəm, heyif səndən gözəl oldu. İndi mən dərdimi kimə deyim, getdiyin yolların hər addımına, hər qarışına qurban olum. Xalqıma qəhrəmanlığın qalsa da mənim evim qəmlə doldu. Buludlar altında uçsan, bəyaz göyərçin kimi, küləkdə, yağışda sənə tərəf uçmuşam. Nə sən geri dönmürsən, nə mən sənə çatmıram. Həsrətindən yanan könlüm səni bir an unutmadı, hər mənzildə xatırladı. Niyə məndən uzaqdasan, səndən ötürü darıxmışam. Nə aranda, nə dağdasan. Sənə tərəf ay deyilən, il deyilən yol gəlmişəm. Nəyə lazım bu dünya ki, isti-yuvam tez dağılır. Mən özümə, məndən başqa burada bir neçə ailə də var. Bizlər üçün çox çətindir. Biz ümidimizi itirmişik, biz gələcəyimizi itirmişik, biz həyatımızı itirmişik, biz saadətimizi itirmişik, biz bütün xeyirlərimizi itirmişik. Evladı 3, 4, 2, 5 olanlar çox şey itirdilər. Biz, burada mənəm, biz Zöhrabdır, bir neçə yoldaşlar. Biz hər şeyimizi itirdik. Hamısı da vətənimiz üçün oldu. Mənim gözəl xalqım, bu dediklərimi yadınızda saxlayın. Belə bir